Salam uşaqlar, bugün sınaqları işləyirik. Rus dilidir və 6-cı sınağımızdır burada. Gəlin başlayaq. Deməli, bizdə birinci sual belədir. Укажите словосочетание с наречием цели. Burada bizdən məqsəd zərfi istəyirlər, narечие цели. Və orada belə bir sual olur da həmişə. Zачем, nə məqsədlə deyə sualı var. Bu şəkildə də tapa bilərik biz. Əlbəttə ki, приехали отдохнуть. Зачем приехали? Чтобы отдохнуть. Ona görə də biz B variantını burada seçirik. Burada məqsəd bilindi. Какие словосочетания разобраны неверно? Deyir ki, hansı söz birləşmələr düzgün şəkildə verilməyib. Бледнеющее от страха. Главное слово причастие, правильно, управление и обстоятельственное. Дальше. Открыть случайно. Главное слово наречие, примыкание и обстоятельственное. Uşaqlar, gəlin belə deyək də, sizə başa salım ki, управление, примыкание və согласование nə deməkdir? Bu söz birləşmələrin bir vidləridir də, belə deyək də, bağlayıcı vidləridir və onlar necə olurlar, necə bilmək olur ki, hansı согласованиеdir, hansı управление və примыкание. Gəlin elə, çünki elə suallar tez-tez çıxır qabağımıza və bu bir qayda olaraq yadınızda qalsın. Согласование – это такой вид подчинительной связи, при котором зависимое слово согласуется с главным в роде, числе и падеже. Nə deməkdir? Yəni, burada deyir ki, согласование, yəni verilirsə, məsələn, burada волшебный край. Burada baxırsınız ki, край əsas sözdür və ondan asılı olan волшебный. Край какой волшебный. Yəni, burada nə edir? Əsas söz hansı? Məsələn, падежdə olsun, rodda olsun, cinsdə yəni də, ya da tək cəm olsa, asılı sözdə o şəkildə də olur. Зависимое слово может быть прилагательным, причастие, местоимение, порядковое числительное və какой, чей, который deyə deməli suallarda cavab verə bilər. Görürsünüz, какой край, какой волшебный. Меняется главное, меняется и зависимое. Yəni, согласование deyiriksə, deməli o nə deməkdir? O deməkdir ki, əsas söz dəyişirsə və asılı söz ondan olaraq, yəni də baxaraq belə deyək də, o da dəyişir. Ola bilər ki, məsələn, существительное əsas söz, прилагательное ola bilər, ya da местоимение də ola bilər asılı sözlərim. Ona görə də bax bu şəkildə yadınızda saxlaya bilərsiniz. Yəni, меняется главное слово, меняется и зависимое. Deməli, əsas söz dəyişirsə, məsələn, yəni падежlərə görə, cinsə görə dediyim kimi uşaqlar, ya da tək cəm olduğuna görə və asılı söz onun kimi dəyişirsə, buna baxaraq, belə deyək. Deməli, bu согласованиеdə, yəni Azərbaycan dilində mən yalanla deyə bilmərəm də sizə necə tərcümə dəqiq, bəlkə də ola bilər ki, termin ola, amma согласование, yəni bu söz birləşmələrinə aiddir, словосочетание. Дальше, управление nə deməkdir? Управление – такой вид подчинительной связи, при котором зависимое слово ставится при главном в определенном падеже. Меняется главное, не меняется зависимое. Yəni deyir ki, burada upravleniyada əsas söz dəyişirsə, amma asılı onunla olan dəyişmir. Все вопросы косвенных падежей, yəni imenительный падежdən başqa hər bir падежin sualına cavab verir. Bir, əsas söz qlaqol olarsa, asılı söz, məsələn, существительное, местоимение, причастие, там деепричастие ola bilər, выражается окончаниями, зависимым словом и предлогами, yəni предлог da ola bilər. Побежали в рощу, побежали, yəni əsas söz burada dediyim kimi qlaqoldursa və ona, belə deyək, asılı ondan существительное, местоимение, причастие, деепричастие ola bilər. Ona görə də побежали куда? В рощу, значит, это управление. Дальше. Примыкание nə deməkdir? Это такой способ подчинительной связи, при котором зависимое и неизменяемое слово связано с главным по смыслу, а также интонацией и порядком слов. Вопросы наречий как? Deməli, əsasları necə olmalıdır? Deyir ki, əsas
sözlər ola bilər ki, feil, zərf, sifət də ola bilər. Ondan asılı olan, məsələn, zərflə zərf də ola bilər, belə deyək də. Məsələn, feillə ya da infinitiv ola bilər, ya da narечие ilə infinitiv ola bilər, yəni feil, ya da deyiprичастие ola bilər. Və məna baxımından bir-biri ilə, belə deyək də, əlaqədədir. Burada necə? Məsələn, deyir ki, vопросы наречия как? Как sualına da cavab verir. Побежали как? Быстро. Necə qaçdılar? Tez. Deməli, burada suallarına görə də tapa bilərsiniz. Yəni, волшебный край какой? Волшебный. Значит, здесь меняется главное, меняется зависимое. Deməli, bu согласованиеdir. Дальше. Побежали в рощу. Побежали куда? В рощу. Если все вопросы косвенных падежей, yəni sizə çətin olarsa, yəni iменительный падежdən başqa hər o suallara cavab verirsə, deməli, burada управлениеdir. Və burada da соединяется только по смыслу və вопрос как. Побежали как? Быстро. Yəni, наречие burada varsa, уже belə deyək də, problem yoxdur. Tapa bilərsiniz ki, bu примыканиеdir. Belə. Так. Bunu da yaza bilərsiniz öz qayda dəftərinizə. Bu şəkildə də yadınızda saxlaya bilərsiniz. Yəni, tam, belə deyək də, Azərbaycan dilini tam mükəmməl bilmirəm deyə çatdıra bilmirəm də. Yəni, rus dilində başqa, amma Azərbaycan dilində bunu çatdırmaq biraz mənim üçün çətindir. İndi burada da bizdən istəyirlər ki, yəni deyir ki, hansı burada düzdür, hansı yox. Məsələn, бледнейший от страха. Burada главное слово причастие, управление обстоятельств. Это правильно, хорошо. Открыть случайно. Открыть как? Biz demişdik ki, burada как deyiriksə, уже burada примыкание da, düzdürmü? Открыть как? Случайно. Главное слово наречие, примыкание, обстоятельств. Əsas söz deyir ki, burada zərfdir. Amma burada открыть случайно, yəni təsadüfən açmaq da, belə deyək də, открыть случайно. Burada главное слово не наречие. Burada deməli qlaqol открыть feildir. Ona görə burada deməli bizdə səhv var. Примыкание düzdür. Tak, yəni təsadüfən zərfin hərəkətin tərzini də göstərir belə. Yəni açmaq hərəkətinin necə icra olunduğu bildirir də burada. Так, обстоятельств. Это правильно. Рубашка на выпуск. Главное слово существительным примыкает. Так, что? Рубашка. Рубашка. Правильно. Так, готов ко всему. Главное слово прилагательное. Ага, управление дополнительное. Это тоже правильно. Ve очень здорово. Çok əla deyiriksə. Главное слово наречие, примыкание определительное. Deməli, burada главное bizdə narечиеdir. Düzdür. Зависимое слово тоже наречие. Yəni, ikisi də narечиеdir. Burada ikisi də zərfdir. Və примыкание düzdür. Как? Здорово deyirik də. Ona görə də burada определительное. Определительное неправильно, uşaqlar. Burada da belə deyək. Yani burada не определительно, а уже здесь обстоятельно. Yani burada уже значение меры и степени verilir də. Примыкание da burada düzdür. Yəni çox sözü, yəni zərfi əla zərfi ilə ifadə olunan əlaməti gücləndirir. Yəni очень. Yəni çox digər zərflə ifadə olunan əlamətin dərəcəsini müəyyən edir. Очень söz. Ona görə də 2 və 5 burada B variantını B variantını biz seçirik. Дальше, третье. В каком из словосочетаний связь примыкание? Примыкание. Yadımızda saxladıq ki, narечияның sualını da verə bilər, как sualını və qlaqol, məsələn, feil və infinitiv də ola bilər, narечие, deyiprичастие, прилагательное və narечие bu şəkildə ola bilər. Gəlin baxaq. Так, gəlin baxaq. Приехал повидаться. Bax, A variantına baxın. Burada примыкание da. Niyə? Приехал повидаться. Dediyim kimi də feildir. Və burada feildir, amma infinitivdə, yəni məstər formada verilibdir də. Что сделать? Повидаться. Yəni, burada зависимое слово не изменяется. Yəni, aslı söz dəyişmir. Və обычно наречие, деепричастие, это инфинитив ola bilər. Bax, bu şəkildə də tapa bilərsiniz. Дальше. Какая пара слов не является словосочетанием? Yəni, deyir ki, hansı cümlə burada, yəni, hansı, yəni, söz birləşməsi deyil.
Доносится издалека, открывают гуляние, светит ярко, звон доносится, закрывается на замок. Yani словосочетание hansı deyil? Əlbəttə ki, burada hamısı söz birləşməsidir. Bir dənə zvon donosится bizdə cümlədir. Niyə? Çünki cümlədə siz bilirsiniz ki, həmi mübtada var, həmi də xəbər var. Что? Звон. Звон что делает? Доносится. Ona görə də bu cümlədir. Yəni həmi подлежащее və сказуемого. O qalanları da belə deyək də словосочетание, söz bir так как они состоят из главного зависимого слова, да, yəni aslı sözlər. Belə. Укажите распространенное предложение. Распространенное предложение – это предложение, в котором подлежащего и сказуемого есть второстепенные члены. Yəni, nə deməkdir? Belə deyək. Mübtada, yəni baş üzvlər mübtada və xəbərdən əlavə ikinci dərəcəli üzvlər olan cümləyə, yəni распространенное предложение deyilir. Deməli, bir də təkrar edirəm uşaqlar. Распространенное предложение nə deməkdir? Yəni mübtada və xəbərdən əlavə ikinci dərəcəli deməli üzvlər olan cümlələrdə olan belə deyək də, dərəcəli üzvləri olan cümlə распространенное предложение deyilir. Amma не распространенное orada ancaq belə deyək də, mübtada və xəbər var. Yəni ikinci dərəcəli üzvlər yoxdur orada. Bax belə. Ona görə də biz deməli burada B variantını мне холодно. Bu распространенное. Так. Məsələn, deyərsiniz ki, temniyet də. Burada temniyet sözündə bax bir sözdən, yəni qaranlıq düşür də, mənası verir də. Məsələn, temniyet. Bu da уже не распространенное, односоставной, yəni. Burada belə deyək də, bir baş üzvdən, yəni də, xəbərdən temniyet xəbəri var. Xəbərdən, yəni belə deyək də, necə deyim, bir dənə, yəni xəbər var da, yəni bu temniyet. Что делает темнеет? Ona görə də уже burada ikinci dərəcəli bizdə üzvlər yox olmadığına görə bu уже belə deyək də bu не распространенное. Belə. Keçək növbəti bizim sualımıza. Yəni çalışıram ki, sizə tam tərcümə edim də başa salım, bilmirəm. Alınmır uşaqlar. Так, укажите тип односоставного предложения. Односоставное предложение, necə deyim sizə, biri var mürəkkəb, biri də var sadə, də belə cümlələr. Спой мне песню любви соловей. Burada deyir ki, deməli, односоставное предложение necə olur? Yəni, определенно личное, неопределенное личное, обобщенно личное, назывное или безличное. Yəni, bu cümlədə спой мне песню любви соловей определенное личное. Niyə определенное личное seçdik? Çünki burada müəyyən şəxsli, deməli, cümlədə xəbər fiilinin birinci və ikinci, belə deyək də, şəxsin təkində və ya cəmində ifadə olunur. Bu cümlədə spoy xəbəri əmr şəklində, yəni oxu da, ikinci şəxsin təkindədir. Bu cür deməli cümlələrdə mübtada adlandırılmır. Lakin hərəkəti edən şəxs belə deyək də nəzərdə tutulur. Məsələn, bu halda sən, yəni tı da, yəni salavey bülbüldən gedir də, bir də nəzərdə tutulur bülbül. Yəni beləliklə bu cümlədə müəyyən şəxsli belə deyək də cümlədir. Определенно личное. Седьмое. Укажите верное утверждение. Односоставные предложения. Burada da adnosastav sadə cümlədə deyəndə deyir ki, bunu davam et, da, xarakteristikan. Односоставные предложения bizə deyə bilərik ki, включает подлежащее или сказуемое. Yəni, или подлежащее, ya da ya mübtada ola bilər, ya da deməli xəbər ola bilər. Belə deyək. Так, дальше. Укажите верную характеристику предложения. Екатерина Петровна сочувствовала заботам дочери, но обижалась на невнимание.
Deməli, burada xarakteristikanı verməliyik. Söhbət nədən gedir? Deməli, Yekaterina Petrovna qızının qayğılarına rəğbət bəsləyirdi, lakin diqqətsizlikdən inci idi. Burada əlbəttə ki, повествовательное предложение содержит сообщение. Так. Двусоставное с однородными сказуемыми. Yəni, двусоставное nə deməkdir də? Mürəkkəb. Yəni, orada подлежащее сказуемое с однородными сказуемыми сочувствовала и обижалась. Yəni, однородные həm сочувствовала и обижалась var da, burada сказуемыlar. Ona görə də bizdə burada yazılıb ki, двусоставное с однородными сказуемыми. Однородные, yəni ikisi də bir, belə deyək də, bir mübtədaya aiddir və eyni suala da cavab verir. Belə deyək. Дальше. Сколько грамматических основ предложения? В жаркие июльские дни, запятая, когда каменный город изнывал от солнца и глох от уличной трескотни, запятая, здесь приятно чувствовалась тишина и прохлада. Deməli, bizdə 2 dənə, так, 2 грамматические основы, да, у нас. Так, значит, у нас будет G. Дальше. Определите соответствие. Знаки препинания не расставлены. Так, deməli, двусоставное неполное предложение. Двусоставное неполное предложение nə deməkdir? Yəni, mürəkkəb olan cümlə hansılardır? Неполное да натамам deməkdir. Yəni, двусоставные, они как бы должны иметь и подлежащее, и сказуемое. Неполные, в них чего-то не хватает. Yəni, натамам deyiriksə, значит, орда nəyisə çatmır da, не хватает. Или подлежащего, или сказуемого, иногда и того, и другого. Но мы, belə deyək də, но мы все равно понимаем, о чем речь. Yani двусоставные, потому что мы можем легко добавить недостающие слова, но они неполные, потому что эти слова отсутствуют. Yani mürəkkəb cümlələr, yəni 2 tərkibli deyək də, belə desəm, двусоставные. Onlar sanki həm mübtədə, həm də xəbərin olmasını tələb edirlər. Amma natamamlıya, çünki onlarda nəysə çatışmır da, belə deyək. Ya mübtədə, ya xəbər. Bəzən isə hər ikisi. Amma biz yenə də söhbətin nədən getdiyini başa düşürük. Yəni, bu cümlələr 2 tərkiblidir. Çünki biz asanlıqla, məsələn, çatışmayan sözləri əlavə edə bilərik. Amma onlar natamamdır. Çünki bu sözlər yoxdur da, belə deyək. Ona görə də natamam deyir. Amma односоставные предложения. Это предложение, грамматическая основа которого состоит только из одного главного члена. То есть, или, belə deyək də, ya mübtədə orada olur, односоставные bir də deyirəm. Yəni, bir tərkibli də, ya belə deyək də, sadə cümlə. Yəni, orada ya mübtədə olur, ya da olur, dediyim kimi, xəbər. Amma полные предложения, tamam, biri var natamam, dediğimiz kimi biri de var tamam, полные deyiriksə, orada уже, belə deyək də, есть все члены предложения, необходимы для верного понимания. Yəni, orada hər bir, deməli, üzvlər var. Deməli, onda ona полные deyilir, belə. Amma 2 tərkiblidə həmi, belə deyək də, mübtədə və xəbərdir. Значит, и подлежащее, оба главных члена есть там, и подлежащее, и сказуемое. В общем, вот так вот. Давайте теперь посмотрим. Двусоставное неполное предложение. Burada hansıdır? Gəlin baxaq. Так, birə aid 7. Все старухи-сплетницы на скамейке. Burada двусоставные. Все старухи, кто? Подлежащие. И сплетницы. Burada уже bu сказуемое будет. Потому что здесь есть и подлежащее, и сказуемое. Дальше. Односоставное полное предложение. Deyiriksə, onda
Так. У нас весенняя нега утомленная, лежу в приятном полумраке. Deməli, burada da bizdə односоставное и полное предложение. Yani здесь нет подлежащего. Подлежащий yoxdur. Deməli, bizdə onda, gəlin baxaq. Tak. Onda 1Y və 2B-dirsə, onda D. Üzr istəyirəm, çöldə də uşaqların səsi imkan vermir. Tak, indi də mətni oxuyum uşaqlar. Ondan sonra da tam sizə yəni danışaram. Yəni tərcümə edərəm. Блаженный. Блаженный, yəni bəxtiyar, mübarək insanda belə tərcümə olunur. В стародавние времена жил на нашей улице человек. Звали его Ефимом, но все называли Юшкой. Он работал подручным в кузнице, был мал ростом и худ, на морщинистом лице вместо усов и бороды росли редкие седые волосы. Глаза были белые, как у слепца, и в них всегда стояла влага. Юшка жил на кухне у хозяина кузницы, который кормил его за работу хлебом, щами и кашей, а чай, сахар и одежда у Юшки были свои. Но старик чаю не пил и сахар не покупал. Он пил воду, а одежду носил долгие годы одно и то же. Летом ходил в штанах и в блузе, босой, зимой же надевал поверх блузы еще полушубок, а ноги обувал в валенки. Когда Юшка ни свет ни заря шел в кузницу, то старухи, воспитывая внуков, говорили: «Вон Юшка уже работать пошел, пора вставать и будить молодых». А вечером, когда Юшка приходил на ночлег, то люди говорили, что пора ужинать и спать ложиться. Вон и Юшка уж спать пошел. А малые дети, подростки, видя тихо бредущего старика, переставали играть на улице, бежали за ними, кричали: «Вон Юшка идет!» Дети поднимали с земли мусор и бросали в человека. Старик не отвечал и не обижался, а ребятишкам хотелось понять, живой ли он вообще. Дети снова окликали его, трогали и толкали, не понимая, почему он не поругает их, не возьмет хворостину и не погонится за ними, как все большие люди делают. Летом Юшка брал котомку с хлебом и уходил. В пути он дышал благоуханием трав и лесов. Любовался белыми облаками, слушал голос рек, бормочущих на каменных перекатах, и больная грудь Юшки отдыхала. Уйдя далеко, где было вовсе безлюдно, Юшка не скрывал более своей любви ко всему окружающему. Söhbət burada deməli keçmiş dövrlərdə deyir ki, bizim küçəmizdə bir adam yaşayırdı. Onun adı Yefim idi, çağırdı, amma hamı onu Yushka adlandırırdılar. O deməli dəmirçidə, deməli köməkçi idi, dəmirçinin köməkçisi idi və boyu kiçik, arıq idi, üzündə isə saqqalı ilə birlikdə belə deyək də nadir ağ saçları var idi, gözləri belə ağ idi. Həmişə gözləri belə nəm kimi idi. Yushka mətbəxdə deyirəm, deməli dəmirçinin mətbəxdə yaşayırdı, dəmirçinin evində və o ona çörək verirdi, məsələn, sıyıq, çay, şəkər və partarla təmin edirdi, amma qoca heç vaxt yəni çay içmirdi və şəkər almazdı, yalnız su içərdi və paltarı uzun illər boyunca eyni idi. Yayda şalvar və gödəkçək gəzirdi, qışda isə gödəkçək üstünə elə də bir köhnə də paltozat geyinirdi və ayağına valenka deyirlər də geyinirdi. Deməli, və o dəmirçinin yanında işləyirdi və həmişə onu izləyən, belə deyək də, cəmaət həmişə uşaqlarına deyirdilər ki, bax, izləyirdilər onu və deyirdilər ki, bax, Yushka isə getdi. Durub, indi məsələn, işə gedir də, durun. Yushka ucu işə getdi işləməyə məsələn. Gəlirdisə deyirdilər ki, hə, Yushka gəldi, gördünüz, Yushka ucu yatdı, məsələn, yeməyin yedi, ucu biz də onu etməliyik də, o şəkildə, məsələn, həmişə deməli, danışıq gedirdi. Kiçik uşaqlar və yeniyetmələr sakitcə, məsələn, gedən qocanı görüb küçədə oynamağı dayandırırdılar və onun arxasında qaçmağa başlayırdılar və qışqırırdılar, məsələn, baxın, Yushka gəlir.
uşaqlar yerə məsələn tullanan zibilləri götürüb məsələn onun üstünə atırdılar. Amma qoca heç cavab vermirdi və incimirdi. Uşaqlar onu sağ olub olmamasını başa düşmək istəyirdilər. Yəni uşaqlar onun ətrafına yığılırdılar və həmişə başa düşmürdülər ki, niyə görə biz bunu hamısını ona edirik, amma o bizi cəzalandırmır məsələn, ya da məsələn vurmur bizi, ya da bizim dalımızda qaçmır başqa böyük insanlar kimi də, yəni. Və yayda da Yuşka çörəyi götürürdü, öz torbasına qoyub və çıxıb gedirdi, deməli, meşiyə belə deyək də. Və yolda o, məsələn, yaşıl otlarla dolu olan təbiəti məsələn sevə-sevə hiss edirdi, məsələn, daşlardan axan məsələn çayı dinləyirdi və çox dincəlirdi də, belə deyək də. Və o vaxtı da belə rahatlıq tapırdı. Çox uzağa gedirdi və Yuşka bütün ətrafını necə sevir, onu heç kimdən gizlətmirdi. Belə. Və 11-ci sualımız belədir. Sinoнимом слова звать в тексте. Звать, yəni çağırmaq, ya da окликать deyə bilərik biz. Dальше. Какое выражение в тексте употреблено в переносном значении? Məcazi mənada verilən hansı sözdür? Əlbəttə ki, biz бормочущие реки, yəni danışan çaylar. Фразеологизму ни свет, ни заря соответствуют в тексте слова. Ни свет, ни заря, yəni çox tezdən, rano утром. Ни свет, ни заря deyiriksə, deməli biz rano утром. 14-də восстановите пункты плана в правильной последовательности и укажите верный ответ. Yəni, necə yazılıbsa, elə. Birinci söhbət nədən gedir? Gəlin, baxaq. Əlbəttə ki, gedir ki, описание внешности. Necə o, onun xarakteristikası verilib, düzdürmü? Ondan sonra условия существования, necə yaşayır. Ondan sonra живая примета. Ondan sonra незлобливость старика. Так, и счастливое состояние души. Deməli, D variantı burada uyğundur. 15. Основная мысль 4-го абзаца может быть выражена пословицей. Deməli, 4-cü abzac budur. А малые дети-подростки, видя тихо бредущего старика, перестали играть на улице, бежали за ними и кричали: «Вон Юшка!» Bu 4-cü deməli mətnə hansı deyir ki, atalar sözü aiddir. Əlbəttə ki, burada A-nı götürə bilərik. На злое слово не сердись, а за ласковым не гонись. Yəni deyir ki, pis sözə hirslənmə, şirin sözə aldanma da, və belə deyək də, yəni çevirsək bu şəkildə olar. 16. Укажите тип речи первого-второго абзаца и соответствующий ему признак. Deməli, tip речи первого и второго абзаца. Deməli, burada söhbət nədən gedir? Əlbəttə ki, burada söhbət təsvir edilir. Düzdürmü? Təsvir edilir və ondan sonra da əlamətlərin sadalanması sadalanır. Deməli, biz onda götürə bilərik ki, описание и перечисление признаков. Так, дальше. Определите соответствие. Так, düzgün şəkildə старухи, qocalar, yəni hansı ki deyirdilər ki, uşaqlarına da, bax, görürsünüzmü, Yuşka gəldi, Yuşka getdi, məsələn, yatdı, səhər durdu, işə getdi, siz hələ yatırsınız da. Старухи, deməli, bizdə верховодили в доме, yəni başçıları idi, ориентировались на старика, deyirdilər ki, bax, Yuşkaya baxın, və дети, uşaqlar, uşaqlar da невоспитанные, злые, əlbəttə ki, düzdür, не допонимающие чего-то в жизни, игривые и грубые. Da, kobuddular, deyir ki, qəddardılar, belə tərbiyəsizdirlər. Ona görə də bizdə 17-də C variantı burada uyğundur. 18. Укажите верное продолжение предложения. Cümləni düzgün şəkildə tamamlayaq. Üzr istəyirəm, çöldə uşaqların səsi də imkan vermir. Tak, в пути. Yolda o nə edirdi? Mətndə var uşaqlar, gəlin baxaq. Deməli, он наблюдал за изменением небесного свода. Ondan sonra с удовольствием вдыхал он ароматы природы
и болезнь его как будто отступала. Значит, у нас 18 Е варианты уйгунду. 19. Используя слова из текста, заполните кластер, описав состояние детей, непонимание ими сложившейся ситуации. Непонимание детей, yani burada uşaqların belə deyə də başa düşülməməsi. Deyir ki, biz vururuq, zibil atırıq üstünə, amma o neynəmir? O deyir ki, nə bizi qovalayır, nə vurur, nə döyür, belə deyə. Deyir ki, yəni bu diridir, yoxsa ölüdür, yəni bu şəkildə. Gəlin indi onu yazaq. Так, непонимание детей. Почему их не поругать, не данламыр oğulları, не гоняется за ними с хворостина, yani bir çubuk götürüp onların dalınca qarşımır, живой ли вообще, yani diridir mi, ölümdür mü, bu bilinmir də, yani belə uşaqların bunu başa düşməməsidir. Так, дальше. Tam yazabildinizsə, videonu dayandırıp yazarsınız. Дальше, 20. Прокомментируйте подчеркнутое выражение, раскрыв значение слова котомка. Uşaqlar, котомка bu torbadır da, yani indiki rüqzaklar da, yani bel çantasıdır. Котомка o vaxtı, yani bir torbadan tikilirdi və içinə çörəkdir, yeməkləri və belinə də asılırdı. Yəni o köhnə filmlərdə baxsanız, Rus filmlərdə orada elə bir torbalar var. Bel çantası kimi də belə. Və bunu gəlin indi yazaq. Так. Котомка, рюкзак или заплечный мешок. Выражение означает: брал котомку с хлебом и уходил. Yani надевал на плечи сумку с хлебом и отправлялся в дорогу. Yani çörək qoyub və belə deyək də çıxırdı yola. Так, все. Дальше. Так, ikinci mətnimiz var uşaqlar. Çox çətin bir mətndir. Onu oxuyaq, sonra da tərcüməsini verərəm. Bir yolluq sizə, ondan sonra da işləyərik bunu. Во второй половине XVI века во Франции резко стартовало театральное искусство и возникла необходимость в создании регулярного профессионального театра. В связи с этим понадобились места для проведения спектаклей, то есть стационарные залы, специальное сценическое оборудование и новый репертуар. Первый национальный театр, получивший название «Бургундский отель», был построен на Большой площади Братством Страстей Господних. На его сцене, как и прежде на городских площадях, разыгрывались религиозно-бытовые пьесы. Однако эти постановки уже не удовлетворяли вкусы изысканной публики. Передвижной театр держался на декламации. Иногда в круг выходили иллюзионисты и акробаты. Отсюда вышел современный цирк. Однако регулярный театр – другое дело. Обычно произведения писались для конкретной труппы, при этом принимались во внимание специфические особенности ее работы, мастерство актеров и постановщика. В то же время шло ускоренное развитие сценографии. Это искусство было неизвестно странствующим артистам, поэтому профессиональным труппам пришлось самостоятельно вырабатывать его основы. 17 век стал временем расцвета классического искусства во Франции. Возникшая здесь сценическая школа во многом определила стиль драматургии и актерской игры театра всего мира. Созданное Буало поэтическое искусство легло в основу не только драматургии классицизма, но также повлияло на манеровые интерпретации на театральных подмостках. Практически во всех спектаклях того периода прослеживается торжественность и подчеркнутая величавость поз движения жестов исполнителей. Высокое декламационное мастерство и актеры и зрительской аудитории той эпохи полагали, что художественность актерской игры напрямую зависит от благородства декламационного искусства исполнителя. Так. На сцене следовало демонстрировать чувства, свойственные людям, и монументальность образов. Актеры эпохи классицизма действовали, переживали на сцене, но не перевоплощались полностью. Это обстоятельство вынуждало подбирать на ту или иную роль исполнителей, близких герою по психическим и физическим характеристикам. Поэтому роли царей и героев поручались статным актерам с благородными манерами и сильными голосами. Образы любовников создавались людьми красивыми, страстными. Отцов играли умудренные опытом и благообразные актеры и так далее.
Burada söhbət uşaqlar nədən gedir? Deməli, 16-cı əsrin ikinci yarısında, deməli, Fransada teatr sənəti sürətlə inkişaf etməyə başladı və peşəkar teatrın yaradılmasında ehtiyac yarandı. Bu səbəbdən də tamaşaların keçirilməsi üçün yerlər lazım oldu. Yəni, sabit zallar, xüsusi səhnə avadanlıqları və yeni repertuar. İlk milli teatr, yəni Burqundski Otel adı ilə tanınan meydana çıxdı, yəni inşa edilmişdi. Onun səhnəsində əvvəlki kimi şəhər meydanlarında dini ev işlərinə dair piyesalar göstərilsə də, bu tamaşalar artıq seçkin publikaya uyğun gəlmirdi. Hərəkətli teatr, yəni səyyar da belə deyək, səyyar teatrlar bədahətən danışmaqla fəaliyyət göstərirdi. Bəzən illüziya və akrobatlar da göstərilirdi. Bundan sonra isə müasir sirk yaranmışdı. Lakin peşəkar teatr, yəni peşəkar deyiriksə, yəni burada müntəzəm teatrda, yəni indiki belə deyək də yeni tipli teatrlar. Ondan söhbət gedir. Bu deyir ki, lakin bu teatrlar başqa bir şeydir. Adətən müəyyən qrup üçün əsərlər yazılırdı və burada aktyorlar və rejissorlar işinə xüsusi diqqət yetirilirdi. Həmçinin də senografiya inkişafı sürətlənirdi. Sonra belə deyək də, eyni zamanda səhnə sənətinin sürətli inkişafı gedirdi. Bu sənət dünyada deməli, səyahət edən aktyorlara naməlum idi. Buna görə də peşəkar qruplar onu özləri inkişaf etdirməli oldular. 17-ci əsr Fransa üçün klassik sənətin inkişafı dövrü oldu. Və burada səhnə məktəbi yarandı və burada dramaturgiya və aktyor oyununun stilini müəyyən edən bir məktəb formalaşdı. Balo tərəfindən yaradılan poetik sənət yalnız dramaturgiya, deməli, klassitsizminin əsasını qoymadı. Həm də teatrın interpretasiyanın profesional üsulu və oyununu təsir etdi. Həmçinin də bütün tamaşalarda bu dövrün xüsusiyyətləri və aktyorların ifasını əks etdirən yerdə yüksək çıxış edənlər, hərəkətlər və jestlər vurğulanırdı. Həm aktyor, həm də tamaşaçılar bu dövrün sənətinin aktyor oyununu güvəndiklərini hesab etdilər ki, bu da ifaçının bədii sənətinə aiddir. Səhnədə insanlar arasında deməli hissləri və monumentlər, obrazlar göstərmək lazım idi. Klassik dövrün aktyorları səhnədə özləri tamamilə əks etdirərək bütün tədbirə uyğun olaraq özlərini dəyişikliklər etdilər. Yəni başqa bir deməli onlar nə etməlidirlər uşaqlar? Deməli belə deyək də onlar obrazdan obraza da, yəni tam girə bilmirdilər də, başa düşürsünüz. Yəni oynayırdılar rolları, məsələn necə gəldi, yəni oynayırdılar da, yəni hər bir şey edirdilər. Amma indiki kimi edə bilmirdilər. Yəni ona bir vaxt lazım idi ki, onu həm başa düşsünlər, həm də onu tətbiq etsinlər. Amma onlar aktyor kimi yəni oynayırdılar, amma dediyim kimi heç bir obraza tam yəni girə bilmirdilər, belə deyə də təcəssüm edə bilmirdilər. Başqa bir rol ifaçılar, məsələn, necə də seçilirdi? Əlbəttə ki, psixolojiya, fiziki xarakteristikaya görə də obrazlara onları seçirdilər. Məsələn, padşah və qəhrəman rollar zəngin və nəcib davranışları güclü, səsli, məsələn, səsi güclü olan aktyorlar, məsələn, onlar verilirdi, aktyorlara verilirdi o rollar, padşah və qəhrəmanlar. Amma məsələn, aşiq obrazları gözəl və ehtiraslı insanlara məsələn yaradırdılar da o obrazı. Ata obrazları isə məsələn təcrübəli və mehriban aktyorlar ifa edirdilər də. Yəni bu şəkildə olurdu o vaxtda. Deməli 21-də xarakteristika искусство выразительного чтения стихов или прозы соответствует тексте слова. Yəni nə deməkdir? Burada deyir ki, şeirləri yəni ifadəli oxuma sənəti adı nədir? Deklamasiya. Deklamasiya.
В каком сочетании слова употреблены в прямом значении? Прямой, yəni həqiqi mənada hansı deyir ki, cümlələr, söz birləşmələri verilibdir. Gəlin baxaq, həqiqi mənada. Tak. Городские площади и эпоха классицизма. Deməli 3 və 5-dirsə bizdə D-dir. 23-də каким предложением можно завершить текст? Hansı cümlə ilə biz deyir ki, bu mətni bitirə bilərik? 18-də. 18-ci. Biz də bitirə bilərik bu şəkildə. Таким образом возникали всевозможные актерские амплуа. Yəni beləliklə bütün deməli mümkün aktyorlar ampluları meydana gəlirdi. 24. Раскройте значение подчеркнутого в тексте выражения. Так. Определила стиль, üslubu müəyyən etdi. Yəni başqa cür necə deyəm? Biz deyə bilərik ki, повлияло на формирование, yəni formallaşmasına təsir etdi. Так, дальше. Какое утверждение не соответствует содержанию текста? Hansı deyir ki, cümlə aid deyil, deyir mətnə, yəni uyğun deyil. Классицизм возник во Франции, базировался на поэтике Буала. Актеры эпохи классицизма не имели возможности перевоплощаться. İspanya statni благородный. Burada C variantı uyğun deyil. Çünki роли любовников исполняли красивые и страстные. Burada yazılıb. Bu düzgün deyil. Так, слово перевоплощаться по смыслу соответствует фразеологизм. Перевоплощаться obrazdan obraza girmək deməkdir də. Deyir ki, bunu frazeologizmlə necə deyə bilərsən ki, входить в роль deyə bilərik. Так, дальше. Образа girməkdə, yəni. С какого предложения начинается основная часть текста? Yəni, əsas mətni əsası hardan başlayır deyiriksə, əlbəttə ki, biz deyə bilərik ki, первый национальный театр, получивший название Бургундский отель, был построен на большой площади братством страстей Господних. Deyə biz üçüncü, yəni burada C-dən başlayır. Дальше. 28-də укажите верное продолжение. Обычно произведения писались для конкретной труппы, учитывались. Так, adətən əsərlər konkret bir trupa üçün yazılırdı və учитывались способности актеров, личность постановщика и направленность коллектива труппы. Deməli, 1, 3 və 5 deməli bizdə Y variantı. Yəni, deyir ki, adətən əsərlər konkret bir trupa üçün yazılırdı. Aktyorların deməli bacarıqları, rejissorun şəxsiyyəti və kollektivin yönümü, belə deyək də, hərəkət nəzərə alınırdı, yəni, belə deyək. Дальше. Используя слова из текста, отметьте пункт, соответствующий диаграмме Эйлера-Венна, сравнив театр нового образца, то есть регулярный и передвижной театр, когда актеры странствовали по городам и деревням. Deməli, müntəzəm teatr, regularный teatr, yəni yeni tipli teatr və передвижной səyyar. Burada müqayisə etmək lazımdır. Gəlin onu da yazaq. Так, регулярный deyiriksə müntəzəm. Burada nə yazdım? Имелось специальное оборудование, актеры осваивали сценические движения. Yəni, müntəzəm teatrın xüsusi avadanlığı var idi, aktyorlar səhnə hərəkətlərini yiyələnirdilər də, belə deyək də. Ondan sonra передвижной театр, səyyar teatr. Deməli, странствующие труппы, наряду с актерами выступали и акробаты, иллюзионисты. Yəni, səyyar teatrda truplar, aktyorla yanaşı akrobatlar və illüziyaçılar da çıxış edirdilər. Və onların eyni olanı разыгрывали религиозно-бытовые сценки, умели красиво говорить. Yəni, dini məişət səhnələri canlandırırlar, gözəl danışmağı bacarırdılar. Belə. Так, дальше. Ознакомьтесь с афоризмом «Хороший актер – мастер перевоплощения». Так, какую мысль из текста подтверждает данное выражение? Deməli, хороший актер – мастер перевоплощения, yəni həqiqi aktyor obrazdan obraza girə bilən, təcəssümdə belə girə bilən insana deyilir. Yəni, o ustadır deyir də, belə deyək. Ya da yaxşı aktyor
təcəssüm ustasıdır da belə. Deyir ki, hansı biz nə yazmalıyıq? Burada deməli fikri yazmalıyıq və burada da səbəb, yəni əsaslandırmaq lazım. Yani fikir budur ki, da aktöre не умели перевоплощаться. Yani aktörlər, onlar obrazdan obraza girə bilmirdilər. Oynayırdılar rollarını, amma tam, yəni obraza girə bilmirdilər. Düzdür. Və orada 15-ci deməli cümlədə bu var. Актеры эпохи классицизма действовали, переживали на сцене, но не перевоплощались полностью. Аргумент, себеб. Первые актеры плохо перевоплощались, но это не значит, что они были плохими. На все нужно время, они еще не научились полностью входить в rol. Yəni deyir ki, birinci, yəni bu aktyorlar obrazdan obraza girə bilmirdilər, amma o demək deyil ki, onlar çox pis, belə deyək də, aktyorlar idi. Hər şeyə bir vaxt lazım idi və o vaxtda hələ ki, onlar örgənməmişdilər də belə bir rola girməkdə, belə deyək. Və bu 16-cı deməli cümlədə var. Это обстоятельство вынуждало подбирать на ту или иную роль исполнителей близких героев по psixическим и fizическим xarakteristikam. Bax, bu şəkildə uşaqlar çox çətin testdir, yəni çalışdığım qədər, yəni nə qədər belə deyək də mənim tərcümə edə bildim, bilmədim, bilmirəm uşaqlar. Yəni çox həqiqətən də çətin testlərdir, yəni. Amma nə qədər olsa da, yəni 1% bir şey götürə bilsəniz də, yəni çox xoş olar, yəni kömək edə bilirəmsə də, nə xoş mənim xalıma. Çox sağ olun, görüşərik uşaqlar.